Hər vaxtınız xeyir. Aha, bugün sizinlə qarşılıq prinsipləri keçəcək. Hansı ki, burada pedaqoji prosesin tamlığı nədir? Ümumiyyətlə, tamlıq bütöv olmalıdır. Yəni, tamlığın mənası bütövlükdür. Əgər tamlıqdan biri pozularsa, bütövlük pozulmuşdur. Baxın, burada təlim-tərbiyə prosesini öyrədici, tərbiyə edici və inkişaf edici xarakteri daşımasıdır. Yəni, burada əsasən həm öyrədici olmalıdır, həm tərbiyə edici olmalıdır, həm də inkişaf etdirici olmalıdır. Baxın, tutaq ki, biz uşaqlara, yəni, estetik inkişaf, yaradıcı inkişaf sahəsində uşaqlara tutaq ki, vermişəm ki, bir gil düzəltsinlər. Yəni, gildən tutaq ki, alma düzəltsinlər və yaxud da, yəni, və yaxud nəsə, hər hansı bir fiqur düzəltsinlər. Mən uşağa tutaq ki, bunu vermişəm düzəltməyə. Əgər mən uşağa onun izahını vermirəmsə, demək ki, mən burada neynirəm? Tamlığı pozmuş oluram. Aydın oldu? Yəni, burada üçü bir yerdə olmalıdır. Həm öyrədici olmalıdır, həm tərbiyə edici olmalıdır, həm də inkişaf etdirici. Yəni, bunlardan biri pozularsa, tamlıq pozulmuş olur. Sonra təhsildə bərabər imkanların yaradılması. Yəni, bərabər imkanlar nədir? Ümumiyyətlə, biz bilirik ki, yəni hər bir uşağa bərabər yanaşılmalı, dilindən, dinindən, cinsindən fərqi olmayaraq hər bir uşaqlar arasında fərq qoyulmamalıdır. Yəni burada təhsil infrastrukturuna uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması, yəni baxın, bərabər imkanların açar sözü, eyni təlim şəraitinin yaradılması, təhsil prosesinin uşaqların meyl, maraq və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi. Yəni, hər bir uşağın meylini, marağının nəzərə alınmasıdır. Tutaq ki, bir uşaq, yəni, güşədə, hansı bir güşələrdə, yəni, öyrədici mühitdə oynamaq istəyir. Amma mən uşağın, yəni, deyirəm ki, yox, sən mütləq ki, bu günləri sən, yəni, məşğələdə iştirak etməlisən. Yəni, mən burada neynədim? Uşağın meylini, marağını nəzərə almadım. Yəni, onda, əgər uşağın meylini, marağını nəzərə almıramsa, bu da həm uşaqların, belə deyim də, özünü inkişafını aparmamaq deməkdir. Təhsildə də bərabər imkanların yaradılması budur ki, yəni, təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması deməkdir. Yəni, burada hər bir şey eyni olmalıdır. Yəni, burada təhsil alanlar üçün heç bir fərq qoyulmalı deyil. Sonra gəlir şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük isə təhsil alanların hansı ki, idrakdır, ünsiyyətdir, psixomotor və milli bəşəri dəyərlər ruhunda tərbiyə olunmasıdır. Yəni, biz demişdik ki, idrak nədir? Yəni, hər bir uşağın IQ səviyyəsinin, tutaq ki, mən bir uşağa çətin tapşırıq, bir uşağa asan tapşırıq verirəmsə, demək ki, mən burada həm bərabər imkanları pozmuş oluram, həm də ki, yəni uşağın inkişafını düzgün aparmamış oluram. Yəni, burada həm idraki, həm ünsiyyəti, həm psixomotor öz bölünür iki yerə. Böyük motorika və kiçik motorika. Milli bəşəri dəyərlər ruhunda tərbiyə olunması bu aiddir şəxsiyyət yönümlülüyə. Uşaq yönümlülük nədir? Uşaq yönümlülük isə, yəni uşaqların, belə deyim də, misal üçün, burada da yenə meylinin marağının nəzərə alınması, istedad potensialının reallaşdırılmasına və inkişafına yönəlməsidir. Yəni, bir uşağın, tutaq ki, bayaq dediyim kimi, meylini, marağını nəzərə alıramsa, yəni, uşağı belə deyim də, uşaq yönümlülükdə, burada artıq mən əgər əyani vasitələrlə məşğulə qururamsa, hansı ki, illüstrasiya, animasiya ilə məşğulə qururamsa, yəni, burada uşaq yönümlülük qorumuş oluram. Uşaqların marağını nəzərə alıram, uşağın marağına uyğun olaraq oyunlar təşkil edirəm, uşağın potensialını, yəni hər bir uşağa fərdi yanaşıram, diaqnostik qiymətləndirmə aparıram, yəni uşağın tutaq ki, diaqnostik ilkin qiymətləndirmədə uşağın marağını müəyyən edirəm. Səsli bağlayın, Himalə müəllimə. Müxtəlifliyi nəzərə alıram. Yəni, müxtəlifliyi dedik ki, yəni hər bir uşağa ola bilər ki, dilindən, cinsindən asılı olan uşaqlar vardır. Yəni, ümumiyyətlə, hər bir uşağın müxtəlifliyini nəzərə alıram. Yəni, müxtəliflik nə deməkdir? Yəni, ola bilər ki,
bir uşağın IQ səviyyəsi yüksəkdir, bir uşağın IQ səviyyəsi, yəni potensialı aşağıdır. Mən həmin uşaqların, yəni tapşırıqları həmin uşaqların yaş və anlaq səviyyəsinə uyğunlaşdırıram. Yəni müxtəlifi nəzərə almaq bu deməkdir. Sonra uşaqlara seçim verirəm. Yəni seçim verirəm ki, uşaqlar, sizcə bu günləri tutaq ki, biz məşğələmizdə hansı rənglərdən istifadə etsək, yəni mavi rəng istifadə etsək və yaxud da digər rənglərdən istifadə etsək daha yaxşı olar. Yəni uşağa seçim verirəm. Və öyrənmə tərzlərini nəzərə almaqdır. Hansı ki, biz sizinlə keçəcəyik inşallah. Öyrənmə tərzləri var orada. Vizual, audial, kinestetik və oxu yazı. Ümumiyyətlə, vizual nədir? Vizual budur ki, şəkildir, illüstrasiyadır, animasiya. Yəni, vizual nədir? Baxın, şəkil, yəni vizual görərəkdir. Şəkildir, illüstrasiyadır, animasiya, puzzle, karikatura. Yəni, burada hər birində görürsünüz ki, əyanilik vardır. Audial nədir? Audial isə, yəni, burada artıq səslərdir. Vizual və audial. Yəni, artıq səslərdən hansı ki, səsdir, müzakirədir, diskusiya, musiqi, dinləmə, eşitmə, bunların hər biri audiala aiddir. Sonra gəlir kinestetik. Kinestetik isə oxuyaraq, yəni, daha doğrusu, yazaraq hansı ki, hərəkətli, rollu oyunlardır, səhnələşdirmədir. Yəni, burada bir kinestetik var, hərəkətlilik var. Motor fəaliyyətlər, yəni böyük motorika, kiçik motorika bura daxildir. Sonra gəlir oxu yazı. Yəni, onun oxusu yazısı, hansı ki, savad təlimində oxuyaq və yazaq başlığı altında birləşdirilmişdir. Yəni, oxuyaq, yazaq. Bu da o deməkdir. Yəni, uşağın, biz nə edirik burada? Hər bir öyrənmə tərzini nəzərə aldımsa, bu olur uşaq yönümlülük. Sonra gəlir nəticə yönümlülük. Nəticə yönümlülük isə hansı ki, baxın, təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni, əvvəlcədən və sonda sözü varsa, bu nəticə yönümlülüyün açar sözüdür. Yəni, əvvəlcədən və sonda. Əvvəlcədən məşğələnin planını, məqsədini qurmaq, əvvəlcədən məşğələnin fəaliyyət algoritmini hazırlamaq, proqrama hazırlıqlı olmaq, əvvəlcədən dərsi müəyyənləşdirmək, yəni, tutaq yaş səviyyəsinin sonunda nəticə əldə etmək və ümumi təlim nəticələrini reallaşdırmaq, məşğələnin sonunda isə artıq məqsədə çatmaqdır. Bir var proaktiv müəllimə, bir də var reaktiv müəllimə. Reaktiv həmişə, əlbəttə ki, ən yaxşısı nəticəli olan müəllimə proaktiv müəllimədir. Yəni, hər bir şeyin yadda saxlayın ki, prosu. Baxın, proaktiv müəllimə nədir? Bir var ki, misal üçün, müəllimə məşğələsində hər bir şey əvvəlcədən hazırlayır, yəni hər bir şey əlinin altındadır, bu olur proaktiv müəllimə. Bir də olur ki, reaktiv müəllimə. Reaktiv müəllimə isə artıq müəllimə başına hər hansı bir hadisə gəlir, ondan sonra başlayır hərəkət etməyə. Bu isə olur reaktiv müəllimə. Sonra, inkişaf yönümlülük nədir? İnkişaf yönümlülük isə hansı ki, uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərinin inkişafının təmin olunmasıdır. Səsləri bağlayaq, zəhmət olmasa səsləri nəzarət edək. İnkişaf yönümlülük isə səsləri bağlayın. İnkişaf yönümlülükdə isə burada artıq şəxsi inkişafı izləmək, qiymətləndirmə aparmaq, nailiyyətlərin təhlili, idraki inkişaf, yəni idraki inkişaf sahəsi hansı ki, burada biliyi bacarığa çevirməkdir. Yəni, biz demişdik ki, biz tutaq ki, biliyi tətbiq etdikcə, yəni vərdişə, sonra isə artıq, daha doğrusu bacarığa, sonra isə artıq vərdişə çeviririk. Yəni, diaqnostik qiymətləndirmə uşaq yönümlüdür. Lakin, diaqnostik qiymətləndirmə aparır. Lakin, planda tevrik dəyişiklik etməmək inkişaf yönümlülükdür. Aydın oldu? Yəni, nailiyyətlərin təhlili inkişaf yönümlülüyə aiddir. Tutaq ki, bir müəllimə əgər uşağın inkişafını, sizə belə bir izah da verim. Baxın, tutaq ki, yəni uşağa demişsiniz ki, mənə 5 dairəsində say və yaxud da ki, 5 dairəsində, yəni çubuqları bir yerə yığ. Baxırsınız ki, uşaq onu həll edir. Amma siz nə edirsiniz? Uşağın inkişafını aparmırsınız. Yəni, siz burada inkişaf yönümlülük prinsipini pozmuş olursunuz. Yəni, tutaq ki, əgər inkişaf yönümlülük prinsipini aparan müəllimə necə olur? Uşaq bu günləri 5-ə qədər
rahat tutaq ki, çubuqları saya bilir və yaxud da 5-ə qədər rahat sayırsa, amma siz əgər onun inkişafını aparsaydınız, siz sabah ona 7-yə qədər saymaq verərdiniz və yaxud da 10-a qədər saymaq verərdiniz. Yəni onda siz inkişaf yönümlülük prinsipini qorumuş olardınız. Amma siz inkişaf yönümlülük prinsipini qorumursunuzsa, tutaq ki, bu gün uşaq 5-ə qədər sayır, yəni vecsiz müəlliməsizdə, tutaq ki, liberal müəllimə. Buna həm də liberal müəllimə deyilir. Yəni heç bir şey vecinə deyil. Yəni uşaq baxın, bugün tapşırığı tutaq ki, yerinə yetirib, gətirib, amma müəllimə göstərir. Müəllimə heç bir ona, yəni müəlliməni uşağı saymır, uşağı qiymətləndirmə aparmır, uşağı dəyərləndirmir. Yəni bu necə müəllimədir? Liberal müəllimədir. Yəni vecsiz müəllimə. Bu deməkdir. Yəni burada da əgər uşaq da ki, nəsə edirsə, onun inkişafını aparmırsa, bu da demək ki, inkişaf yönümlülük prinsipini pozmuş olur və yaxud da aparırsa, inkişaf yönümlülük prinsipini qoymuş olur. Sonra gəlir tələb yönümlülük. Tələb yönümlülük nədir? Tələb yönümlülük isə fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Yəni tələb yönümlülükdə hansı ki, informasiya, kommunikasiya texnologiyası ilə məşğul olmaq, yəni 4K bacarığıdır, müasir standartlara cavab vermək, tələbləri nəzərə almaq və dövrlə ayaqlaşmaq. Dövrlə ayaqlaşmaq tutaq ki, müəllimə əgər internetdə axtarış edə bilirsə, yəni bu nə deməkdir? Tələb yönümlü müəllimədir. Və yaxud da hər hansı bir lövhədən istifadə edə bilirsə, yəni dövrün tələbi ilə uyğunlaşır da müəllimə, demək ki, bu tələb yönümlü müəllimədir. Yəni bunların hər biri tələb yönümlülük prinsipini qorumuş olan müəllimədir. İnteqrativlik isə keçmişdəki sizinlə əlaqələndirmək deməkdir. Yəni əlaqələndirmə sözü varsa, inteqrativliyə aiddir. Demişdik ki, Şaquli, Fiqi və hibrid inteqrasiya vardır. Şaquli inkişaf sahəsi daxilindədir. Fiqi inteqrasiya inkişaf sahələri arasındadır. Hibrid isə həm Şaquli, həm Fiqi birlikdə olarsa, bu olur hibrid inteqrasiya. Sonra gəlir fəaliyyətin stimullaşdırılması. Ümumiyyətlə stimullaşdırılmaq, stimul, yəni fəaliyyətin hansı ki burada, yəni uşağın marağını artırmaq, uşağa bir stimul vermək. Yəni fəaliyyətin stimullaşdırılması bu deməkdir. Yəni pedaqoji prosesin səmərəli və effektiv qurulması, uşaqların təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir və nəticə etibarilə uşaqların daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur. Yəni stimul uşağı belə deyim də həvəsləndirmək, uşağın marağını artırmaq, yəni uşağa stimul verməkdir. Yəni uşağın bütün irəliləyişləri qeyd olunur və dəyərləndirilir. Təbii ki, dəyərləndirilən uşaqda həvəs yaranır. Və bu yaxud ki, mən sizə necə dedim ki, tutaq ki, orada liberal müəllimə var idi, uşaq hansı ki, yəni təlimdə fəal iştirak etsə də, amma müəllimə onu qiymətləndirmirdi. Və qiymətləndirilmədikcə uşağın stimulu aşağı düşürdü. Ona görə də stimul olarsa, yəni uşaq dəyərləndirilir və daha uğurlu nəticələr əldə olunur. Yəni bunu belə yadda saxlaya bilərsiniz. Sonra gəlir dəstəkləyici mühitin yaradılması. Bunu testlərdə bir çox müəllimələr qarışdırırlar. İndi testlərimizdə inşallah ki, bir dənə də görəcəksiniz. Hansı ki, dəstəkləyici mühitin yaradılması nədir? Ümumiyyətlə, burada maddi texniki baza, dəstəkləyici mühitin yaradılmasının açar sözü, maddi texniki baza və sağlam mənəvi psixoloji mühitdə təşkil edilməsi, yəni keyfiyyətin və səmərəliliyinin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradılmasıdır. Baxın, tutaq ki, bir otaqda, yəni baxırsınız ki, stollar yəni normal vəziyyətdə deyil. Yəni burada nə pozulub? Dəstəkləyici mühit pozulub. Və yaxud da ki, iki uşaq dalaşır, amma müəllimə onları ayırmır və yaxud da müəllimə laqeyd yanaşır. Burada da dəstəkləyici mühit pozulmuşdur. Sonra gəlir mədəniyyət prinsipi. Baxın, bu dünyəvilik prinsipidir. Hansı ki, dünyəvilik prinsipi, yəni testlərdə görsəniz, qarşınıza çıxsa ki, mədəniyyət prinsipi, bunları qarışdırmayın. Bu dünyəvilik prinsipidir. Yəni sadəcə olaraq adı dəyişdirilib. Hansı ki, ölkənin, xalqın, mədəniyyətin dəyərlərini çatdırmaq və mədəni dəyərləri tədris etməkdir. Yəni hər bir uşağı dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın, yəni azəbdənsə ruhuna tərbiyə etməkdir. Yəni dünyəvilik də buna əsaslanır ki, hansı ki burada yəni uşağa
belə deyim, dini dəyərlər haqqında çox məlumat verməmək. Yəni uşaq bizə sual verə bilər, amma onun cavabını elə formada verməliyik ki, yəni qısa və konkret. Dünyəvilik bu deməkdir. Yəni mədəniyyətin dəyərlərini çatdırmaq və mədəni dəyərləri tədris etməkdir. Sistemlilik və ardıcıllıq nədir? Yəni tədris prosesində məntiqi əlaqələrin gözlənilməsi və bu dərs materialını daha asan qavranmasını təmin edir. Yəni sistemli və ardıcıl şəkildə əgər dərs materialı tutaq ki, uşağa öyrədilərsə, təbii ki, bu daha asan qavranmasını təmin edəcəkdir. Sonra gəlir əyanilik prinsipi. Əyanilik nədir? Yəni bir var ki, tutaq ki, mən uşağı aparmışam, yəni bir var ki, tutaq ki, belə deyim də, bir var mən uşağa maşını göstərirəm. Yəni bir şəkil üzrə. Bir də var ki, əyani olaraq, yəni həyətə düşürdürəm, uşağa maşınları göstərirəm. Təbii ki, əyani olan bir şey uşağın daha çox yadında qalır. Yəni əyanilik prinsipində yəni uşaqların öyrənməyə olan marağını stimullaşdırır və öyrəndiklərinin daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır. Sonra gəlir əməkdaşlıq, hansı ki, burada uşaq və böyüklərin birgə fəaliyyəti üçün olan bir prinsipdir. Yəni burada uşaq, böyük uşaq, müəllim uşaqla olan prinsip, yəni əməkdaşlıq prinsipidir. Təlimin diferensiallaşdırılması nədir? Ümumiyyətlə diferensiallaşdırma, fərdiləşdirməkdir. Yəni hər bir uşağa ayrı yanaşmaq, fərdi yanaşmaq, hər bir uşağın öyrənmə tərzini nəzərə almaq, tutaq ki, uşağın fərdi öyrənmə ehtiyaclarını, öyrənmə tərzlərini, yəni müəyyənləşdirməkdir. Uşağın tutaq ki, hansı akademik biliyə malikdir, uşağın IQ səviyyəsini müəyyənləşdirməkdir. Yəni diferensial təlim ona imkan verir ki, müəllimə uşağın güclü və zəif tərəflərini seçib və maraqlarına əsasən qura bilsin. Bu da ayrı təlimin diferensiallaşdırılmasına. Sonra gəlir qiymətləndirmə standartı. Hansı ki, bu qiymətləndirmə nədir? Yəni qiymətləndirmə standartı budur ki, təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Yəni qiymətləndirmənin açar sözü nailiyyətdir. Baxın, qiymətləndirmənin açar sözü nailiyyətdir. İdrak fəallığı nədir? İdrak fəallığı isə təfəkkürün fəallaşdırılması əsasında yaradılan idrak fəallığı. Burada əsasən məktəbə qədər təhsil materiallarının koqnitiv xarakter daşıması və onun fəal təlim şəraitində reallaşdırılmasına şərait yaradır. Və uşaqlarda hər hansı bir idraki, yəni tutaq ki, problemin həll edilə hər birini idraki proseslərinin fəallaşdırılmasına gücləndirir uşaqlar. Yəni idrak fəallığı budur ki, tutaq ki, uşaqlara çətin tapşırıqlar verirsə müəllimə və yaxud da ki, uşağın IQ səviyyəsinə uyğun tapşırıqlar verirsə, bu neyini uşağı düşünməyə vadar edir. Yəni burada aiddir idrak fəallığına. İnklüziv təhsildə isə təlimin təşkili prinsiplərinin əsas məqsədi xüsusi pedaqoji psixoloji üsullarla sağlamlıq imkanları məhdud şəxslərdə kommunikativ bacarıq və vərdişləri inkişaf etdirməklə müvafiq biliklərə yiyələnməsinə nail olmaq və onları müstəqil həyata hazırlamaqla cəmiyyətin bərabər hüquqlu vətəndaşına çevirməkdir. Yəni açar sözümüz nə oldu? Burada yenə dediyim kimi bərabər hüquqlu vətəndaşa çevirmək açar sözdür. Və inklüziv təhsil, yəni bütün hamı üçün təhsilin əlçatan olmasına şərait yaradır və bütün uşaqların ehtiyaclarına uyğun olaraq həyata keçirilən təhsil prosesidir. Yəni inklüziv təhsildə, yəni bütün hər bir kəs təhsil almaq hüququna malikdir və bütün uşaqların ehtiyaclarına uyğun olaraq həyata keçirilən bir təhsil prosesidir. Sonra gəlir Azərbaycançılıq. Azərbaycançılıq isə uşaqlara hansı ki, Azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda fəal vətəndaş mövqeyi yaratmaq, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənəsinə hansı ki, hörmət hissinin aşılanmasıdır. Varislik isə yəni sadədən mürəkkəbə doğru, yəni mövzuların sadədən mürəkkəbə doğru keçirilməsidir. Yəni yaş qrupları üzrə tətbiq edilən təhsil proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Bir var ki, tutaq ki, qrupunuzda yeni uşaq gəlib, yəni onun ilkin dəyərləndirmə aparmalısınız. Yəni uşağı bilmirsiniz, uşağın potensialı nədir? Yəni siz hardan gəldi, tutaq ki, uşağa suallar verirsiniz, amma əslində bu düzgün bir metod deyil. Yəni ilk öncə siz ilkin dəyərləndirmə aparmalısınız təbii ki. Yəni siz ilkin dəyərləndirmə aparmadan, tutaq ki, deyirsən ki, mənə misal üçün 1 üstəgəl 100 tutaq ki.
deyirik də bunu indi uşağa. Amma uşaq məsəl üçün məktəb hazırlıq qrupunda. Baxırıq ki, uşaq bunu bilmir. Mən neylədim burada? Varisliyi təbii ki, pozmuşam. Amma mən uşağa tutaq ki, ilkin dəyərləndirmə apararaq uşağa tutaq ki, deyirəm ki, ilk öncə bu neçədir? 1 və yaxud da bunu üstünə neçə gəlsəm neçə eləyər. Yəni sadədən mürəkkəbə mövzunu keçirəmsə, bu təbii ki, varislik prinsipini qorumuş oluram. Bu da aiddir varisliyə. Yəni mövzumuzun izahı bura qədər. Nəsə bir qaranlıq qalıbsa, sualınız varsa buyurun.